Qiyamət günü hədisdə var, günahkar mömin gələr haqq hesab məqamına, orada pərdələr çəkilir, görür ki, günahım savabımdan çoxdur. Qorxudan başını salar, aşağı şiddətlə ağlayar. Gözünün yaşı axar üzünə, ağlayar. Allahdan nida gələr ki, dünyada gülə-gülə günah eləyəndə səni utandırmadım. Günah eləyib gülürdün, səni utandırmadım. İndi ki peşmansılıqdan ağlayırsan, elə bilirsən sənə əzab verəcəm. Sənin günahlarını bağışladım və cənnətə daxil olmağa icazə verdim. Bütün günahkarlar qiyamətdə Allahın rəhmətindən istifadə edəcək bir şərtlə ki, dünyada Allaha tərəf addım atsınlar və Allah rəhmətinin ən əsas qapısı nədir? O da tövbə qapısıdır. Ki, İmam Səccad buyurur ki, birdən qiyamətdə soruşacaqlar ki, sizdən ki, niyə günah elədiniz? Cavab verəcəksiniz ki, ilahi, nəfsim Allahdır, şeytan Allahdır. Deyəcəklər, yaxşı, bu üzrünüzü qəbul elədik, bəs tövbə? Axı bir rəhmət qapısı açmışdım ki, hər vaxt bağışlanmaq istəyəndə gəlin mənim qapıma, amma siz gəlmədiniz. Zəhmət verib özünüzə mənə tərəf gəlmədiniz, əlinizi mənim dərgahıma qaldırmadınız. Kim əlini Allah dərgahına bağışlanmaq ümidi ilə qaldırsa, mümkündür ki, Allah onun duasını qəbul eləməyə. Bismillahla başlanan dua hədisdə var ki, rədd olunmaz. Allah dualarımızı qəbul eləsin və bizi öz rəhmətindən, məğfirətindən kənara salmasın inşallah.